Müəllim, mən trenajora getdim, heç bir nəticə qazana bilmədim. Mən crossfitə getsəm, çəkim düşərmi? Belə bir mesaj gəlib mənə, sual gəlib mənə. Mən qısa konkret sənə və sənin timsalında o sual beynində fırlanan bütün şəxslərə bir mənalı şəkildə deyə bilərəm. Yox. Sən o trenajora getmişsən, o ağırlıq məşqlərini, kardiovu, diyetivi normal qaydada eləmisənsə, sənin nəticə qazanmamağın mümkün deyil. Sən mütləq şəkildə nəticə qazanmalısan. Mən crossfiti pis istəmirəm. Yəni bütün idmanlar gözəldir. Amma crossfit daha professional idmançılar üçündür. Professional idmanla məşğul olmuş idmançılar üçündür. Biraz belə həm də ağırdır. Yəni bəzi insanlar heç ona dözə bilmirlər. Gedirlər 1 gün, 2 gün, 3 gün, 4-cü gün gedə bilmirlər. Belə insanlar da var. Amma ağırlıq məşqləridir, diyetdir, kardiodur. Yəni bir trenajor deyirik də biz buna. Bu isə sizi sistemli şəkildə, ardıcıl şəkildə yavaş-yavaş formaya salır. Və belə deyək, siz trenajordan nəticə qazana bilməyib, crossfitə getsəz, onsuz da orada da bir nəticə qazana bilməyəcəksiniz, əgər öz başına eləyəcəksinizsə. Yox, əgər müəllimlə normal, savadlı, bu işi bilən müəllimlə eləyəcəksənsə, əlbəttə ki, sən trenajorda da nəticə qazanacaqsan, crossfitdə də. Sadəcə olaraq crossfit onun üçündür ki, bir şəxs güləşir, bir şəxs döyüşür, məsəl üçün boksçular, judoistlər, güləşçilər və yaxud da digər idmanla məşğul olan, professional idmanla məşğul olan idmançılar o crossfitə gedə bilər, getməlidir də. Onlar üçün müəyyən hərəkətlər var ki, onları eləməlidirlər ki, əzələləri o yöndə, vətərləri o yöndə bərkisin. Amma sən adi insansansa, normal işivə geyib gəlirsənsə, sənə crossfit elə də vacib deyil. Həftədə bir dəfə özün üçün, belə deyək, məşq və əyləncə qatmaq üçün eləyə bilərsən. Ay, mən crossfitlə arıqlayacam, crossfit arıqladır deyə bir məsələ yoxdur. Əlbəttə ki, kalori itirəcəksənsə, yeməyə fikir verəcəksənsə, məşq eləyəcəksənsə, arıqlayacaqsan. Matça.